Həsrət, hicran yorulubdur bu akşam. Visal dəmi durulubdur bu akşam. Toy məclisi qurulubdur bu akşam. Çin çıxıbdır bir xoş arzu, xoş dilək. Mübarəkdir, mübarəkdir, mübarək. Bu məclisə qol götürüb el gəlib. Təbrik üçün şirin-şirin dil gəlib. Bəstələnib Seycah üstə tel gəlib. Oğlan igid, qız elə bir mələk. Mübarəkdir, mübarəkdir, mübarək. Ata, ana istəyibdi bu günü. Qucağında bəsləyibdi bu günü. El oba da, qohumlar da səsləyibdi bu günü. Gəlin biz də bir ağızdan deyək. Mübarəkdir, mübarəkdir, mübarək. Bir daha mübarək olsun mənim əzizlərim bu gözəl günümüz. Və mən ünvan sahibləri adından bugün bu məclisdə iştirak edən, bəyimizi, gəlinimizi təbrik etmək üçün gələn hər kəsə ürəkdən xoş gəlib, səfa gətirmişsiniz deyirəm. Bugün Nəsrəddin qardaşımın halal süfrəsi arxasında halalınız olsun deyirəm. Sizə gözəl istirahət, gözəl əhval-ruhiyyə, gözəl iştah arzulayıram. Amma bugün yüzlərlə insanı bir araya toplayan və ömürlərinin ən yüksək kürsündə əyləşən Elnur bəyə, Nuray xanıma aiddir bütün arzularda, bütün diləklərdə. Mən də istəyirəm öz adımdan, ansamblımızın adından. Ya əgər sizlər icazə verirsəniz, elə sizlərin də adından bugün onları ürəkdən təbrik edərəm. Mənim əzizlərim, deyirlər insan dünyaya gələndə bütöv gəlmir, yarı gəlir, yarısı olmur. Və insan özünü dərk edəndə görür ki, onun yarısı yoxdur, başlayır hərə öz yarısını axtarmağa. Elnur da dünyaya göz açdı. İllərlə bu dünyanı gəzdi, özünü dərk elədi, gördü yarısı yoxdur, axtardı, Nuray xanımı tapdı. Və onlar əmin oldular ki, onlar bir-birinin yarısıdır. Allah Taala onları bir-biri üçün yaradı və bugün o yarılar bütövləşirlər. Mən onları bugün hamımızın adından ürəkdən təbrik edəcəm. Elnur bəy, mən onu bilirəm ki, çox təşəkkür edirəm. Gənclərimizin bax bu ləyaqətli hərəkətinə bir gürültülü alqışlar gəlsin, sizin huzurunuzda ayaq üstə dururlarsa bu onların mədəniyyəti, bu gəncliyin mədəniyyətidir. Elnur bəy, mən onu bilirəm ki, insana ömür payını da, var dövləti də bəxş edən Allah Taaladır. İnsana qalır sevmək, sevə-sevə sevilmək, hörmət etmək, hörmət edə-edə hörmət qazanmaq. Əminəm ki, bunu siz qoşa bir yerdə bir ömrü boyu bacaracaqsınız. Elə o səbəbdən sizə Allahdan xoşbəxtlik diləyəcəm. Deyəcəm ki, bir-birinə könül verən aşıqlar, Allah özü sizi xoşbəxt eləsin. Eşq bağından çiçəklərən aşıqlar, Allah özü sizi xoşbəxt eləsin. Elnur, sevə-sevə bu dünyadan kəm alın. Xoşbəxtliyin zirvəsinə ucalın. Nənəm demiş, bir yastıqda qocalın. Allah özü sizi xoşbəxt eləsin. Atanıza sözü mehriban deyin. Dillənəndə ananıza can deyin. Birinci uşağa inşallah postalan bir oğlun olacaq. Birinci uşağa bir toğlu qurban deyin. Allah özü sizi xoşbəxt eləsin. Kamiloğlu təbə gəldi, dil açdı. Bir şeiri də Elnur bəylə Nuray xanımın toy günündə gül açdı. Diz çökərək, yaradana əl açdı, dedi, Allah özü sizi xoşbəxt eləsin. Bunu mən dedim. Amma el alqışlarla deməlidir. Alqışlarla deyək, Allah xoşbəxt eləsin bəyimizi, gəldi bizi. Və bugün mənim dostumun oğludur da Elnur bəy. Düşündüm ki, onlara ilk hədiyəni mən verim və bu toyun ilk hədiyəsini mən verəcəm. Təzəcə işığınızı görmüş, havalanır. Bala-bala bu dünya adlı kitabımı onlara ilk hədiyyə olaraq təqdim edib, onlara söz ömrü, söz xoşbəxtliyi, söz həyatı, söz gözəlliyi arzulayıram. Əminəm ki, özləri də oxuyacaq. İnşallah gələcəkdə onların gözəl evlatları da bu kitabdan bəhrələnəcəklər. Ürəkdən sizi təbrik edirəm. Allah xoşbəxt eləsin deyirəm. Bir daha bu gözəl günümüz mübarək olsun. Əziz dostlar, mehriban qonaqlar, bugün belə gözəl arzularla, belə gözəl diləklərlə sizlərin huzurunda Azərbaycan musiqi dünyasının virtüozlarından ibarət bir ansambl. Azərbaycan tarixi saz sənətini adında yaşadan ansambl əyləşib. O ansambl ki, körpəlikdən elə bu tovuzumuzda dünyaya göz açıb, həyatının sevgisini telli saza bağışlayıb.
Dədə Qorqud yadigarı durna boğazlı telli saza sığınıb, elə sazı da öz köksünə sığaraq Azərbaycanımızın sərhədlərini darmadağın eləyərək dünyada yaşayan 55 milyonluq Azərbaycanlıların qəlbinə, dünyanın üçdə birini təşkil edən Türk dünyasının saz sevənlərin qəlbində özünə sənət taxtı quran, Azərbaycan aşıq sənətinin kraliçası, şahzadəsi, Azərbaycan musiqi dünyasına yüzlərlə mahnı musiqi bəxş eləmiş fəxrimiz Aşıq Zülfiyə İbarova buradadır və onun rəhbərlik etdiyi Ozan instrumental ansamblı. Zülfiyə xanım, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Eyni zamanda ot bitər kökü üstə. Əsli nə isə, bəli, musiqiçi ailəsində dünyaya göz açıb, elə ömrünü musiqiyə həsr eləmiş və mənim də xətrini dünyalar qədər istədiyim, sənətindən öncə insanlığı, xarakteri, kişiliyi insanların qəlbinə yol tapan gənc istedadımız, gənc sənətçimiz Babək Quruzade məclisimizdədir. Ürəkdən salamlayıram, alqışlayıram və əziz dostlar, bugün tarixin səhifələrinə qeyd edən Qaya qrupunu ürəkdən salamlayıram, bizim başda qardaş oğlum Vüqar olmaqla. Eyni zamanda bu günü bütün Azərbaycana, bütün dünyaya yayımlayacaq. Azərbaycan dövlətinin dünyada tanınan böyük telekampanyalardan olan ARB telekampaniyasının əməkdaşları, eyni zamanda ATV kanalının əməkdaşları bugün bu gözəl məclisimizdədir. ATV kanalından ATV kanalında Toyun Sədası verilişinin qrupu buradadır. Mən onların hər birisini ayrı-ayrıqda ürəkdən salamlayıram. ARB kanalında Günə Uğurla verilişini kollektivi buradadır. Bir gün ailəsi məclisimizdədir. İnşallah həftə boyu siz bu gözəl toyun fragmentlərini efirdən görəcəksiniz. Bütün dünya görəcək. Mən sizdən bir xahiş edirəm. Xahiş edirəm, bizim ömrünü Azərbaycanın dünyada tanınmasına həsr eləyən, ömrünü televiziyaya həsr eləyən bu gözəl insanları, bugün Tovuzun qonağı olan bu gözəl insanları Tovuz adına bir gürültülü alqışlarla deyək, xoş gəlib, səfa gətirmişsiniz, gürültülü alqışlarla. Və Zülfiyə xanıma təşəkkür edirəm, onları bu gözəl günə dəvət elədiyi üçün. Mən təşəkkür edirəm Rəşid bəy. Məclisi Rəşid Kamiloğlu Allah bu gözəl məclisi mübarək eləsin əziz qonaqlar. Allah xoşbəxt eləsin bəyimizi, gəldinizi. Yarayanlardan olsunlar. Boşa Bugün iki kalbin bir vurduğu an, sevgi bahçasında güller açılır, göğünüzü parlak nura boyanır. Bu xoşbəxtlikdən işıq saçılır, el nuru bir qalanın polad direği, nurayı ocağın sönmez feneri. Birleşsin ömürlük seven yüreği, sizi salamlayır eşkin semeri. Bir ömür süresiz mehriban koşa, keder sizden uzak sevinç bol olsun. Vursun sevginiz her zaman başa, gittiğiniz her iz çiçekli yol olsun. Açılsın süfreniz ruzi bereket, eviniz dolup taşsın şirin gülüşler. Doyuca yaradan etsin merhamet, bezensin ömrünüzden hoş gelişler.
yüreği. Nuray o ocağın sönmez feneri. Birleşsin ömürlük seven yüreği. Sizi salamlayır eşqin səməri. Bir ömür süresiz meriban qoşa keder, sizden uzak sevinç bol olsun. Vursun sevginiz her zaman başa, getdiyiniz her iç çiçeğli yol olsun. Açılsın süfreniz ruzi bereket, eviniz dolup daşsın şirin gülüşlə. Qoyuca yaradan etsin merhamet, bəzənsin ömrünüz en hoş gəlişlə. Gitme. Gitme yarım. Gitme canım. Ölerem sensiz. Bir saralmış son yarpağa dönerem sensiz. Aşık Zülfiye İbadova ve bu yeni mahnını bir gürültülü alkışlarla alkışlayak meclisimizde. Çok sağ olun. İlk okundu. Teşekkür ederim Zülfiye Hanım'a. Çok teşekkür ederim Zülfiye Hanım. Ansamblımızı ürəkdən salamlayıram. Mənim dostlarımdan ibarət. Bax bu ansamblla dünyanın bir çox ölkələrində xatirələrimiz var. Zülfiye Hanımla bir yerdə. Ozan instrumental ansamblı. Siz ki o adı yaşadırsınız, Tanrı sizi yaşatsın inşallah. Allah elimiz obamıza toy düğünü. Sizi də bu xalqın toy düğünündə çox görməsin inşallah. Bax beləcə davam eləsin bu zəncirvari bağlılıq. Və əzizlərim, bugün mübarək olsun. Mən ömrü boyu sənətim insanlara arzulamaqdır. Dünən də dedim, bugün də deyirəm. Amma arzular da fərqli olur da. Arzu var, sən onu istəyirsən, bir gün, 5 günə yerinə yetirirsən. Amma arzu var ki, sən onu istəsən də istəməsən də ən azı 20 il, 25 il gözləməlisən. Oğlun dünyaya gələndə arzuluysan ki, bunu evləndirməyi, toyunu görüm. Sən onu 5 ildən sonra evləndirə bilməzsən ki, gözləməlisən o həddi buluq yaşına çatsın. 20 il, 25 il keçsin ki, həyatda özünü təsdiq eləsin ki, sən onun toyunu görəsən. Məncə elə bir arzunun ki 20-25 il ömrü olur, bu arzudan da böyük arzu ola bilməz. Arzuların birincisi oğul toyu, qız toyudur. Ən gözəli dür incisi oğul toyu, qız toyudur. İstəməyən var mı görən? Mən inanmıram istəməyən olsun. İstəməyən var mı görən? Dərdi salar pərən-pərən. Atalara qürur verən oğul toyu, qız toyudur. Kamil oğlu bilmirəm nədən, sevinc axar gözlərindən, anaları xoşbəxt edən oğul toyu, qız toyudur. Allah bütün ataların, anaların başına gətirsin və arzusunda olanların başına gətirsin. Və bugün oğlunun, qızının toyunda xoşbəxt olan sözün əsl mənasında gözəl valideynlərimizi ürəkdən təbrik edirəm. Bəy atası, ünvan sahibi, mənim əziz dostum, qardaşım Nəsrəddini ürəkdən salamlayıram. Nəsrəddin, yaxın gəl. Bəy anası Nəsrəddin qardaşımın ilk və son məhəbbəti. Və bu günü Nəsrəddin qardaşımla illərlə arzuluyub bu günü gözləyən Məhəbbət xanımı ürəkdən salamlayıram. Ürəkdən təbrik edirəm və rica edirəm, mümkünsə Nəsrəddin qardaşımın yanına buyursun. Və Allah Taala əzizlərim, Elnurla Nurayı qovuşdurursa, mən nə çarəyəm? Mən kiməm ki, onların valideynlərini bir-birindən ayıram? Əslində elə Elnurla Nurayın bir-birinə qovuşmağı, bu valideynlərin, bu ailələrin bir-birinə qovuşmağı deyilmi? Mən çox böyük məmnuniyyətlə Nuray xanımın arxası, dayağı, uman yeri, güman yeri, əziz atası Elman qardaşım ürəkdən təbrik edirəm. Onu ürəkdən alqışlayıram, onun şərəfini qeyd edirəm və rica edirəm, mümkünsə yaxın gəlsin. Nuray xanımın əziz anası, sevimli anası Ülviyə xanımı ürəkdən təbrik edirəm və böyük məmnuniyyətlə dəvət edirəm. Hər ikisini və hər ikisini ürəkdən təbrik edirəm. Əvladlar deyir ki, əlinin qavarı böyütdü məni, ata, icazə ver əlindən öpüm. Könlünün qubarı böyütdü məni, ata, icazə ver əlindən öpüm. Səni xatırladır cizgi üzümdə, səni əks etdirir güzgü gözümdə. Sana oxşayıram mənim özümdə, ata, icazə ver əlindən öpüm. Varlığın ruh verir, can verir mənə.
Sizin də yad olur qəm-kədər mənə, özünüz yox. Kölgəniz də bəsilər mənə. Ata, ana, icazə verin, əlinizdən öpüm. Mən arzu edirəm, əl öpənləriniz çox olsun inşallah. Arzu edirəm əllərinizdən, bax bu Elnur bəylə Nuray xanımın dünyaya bəxş edəcəyi gözəl nəvələriniz öpsün inşallah. Allah bu gözəl günü xoşbəxt eləsin. Qoşa qarıyıb, qoşa yarısınlar. Amma valideyn xeyir duasının öz yeri, öz məqamı var. Buyurun, söz sizin. Gələn qonaqlarımız əvvəla xoş gəldilər. Bütün qohumlar, qonşular, gələn adamlarımız xoş gəlib. Allahdan arzum oldu. Hamının qapısında belə toylar keçirilsin. Bir də Nuray ilə Elnura xoşbəxtlik arzulayıram. Allah Teala'dan arzum odur ki, onları xoşbəxt olsun. Onları belə nə tərbiyə edirsən? Allah xoşbəxt edər. Mən, onlar xoşbəxt olacaqlar, bu mütləqdir. Mən vurğunam da belə bu yüksək mədəniyyətə malik olan gənclərimizə fikir verin. Valideynlər danışanda belə onlar ayaq üstə durub, onlara hörmətini, sevgilərini nümayiş elətdirirsə, elə onlar xoşbəxtliyə layiq olan ən gözəl gənclərdir. Tanrı Azərbaycanımızın belə gənclərini qorusun inşallah. Öpürəm sizi, gözəl səbəbkarlar. Allah mübarək eləsin, xoşbaxt olsunlar, qoşa qarsınlar. Qonaqlarımız da hamısı xoş gəldilər. Allah mübarək eləsin. Ağrın alarım, Allah xoşbəxt eləsin. Xoşbəxt olsunlar, oğlu qızda olsun. Amin inşallah. Əsas sözü Amin. Zülfiyə Allah xanım xoşbəxt deyəcək eləsin. inşallah. Vallahi analar buradadırsa mən nə deyə bilərəm? Mən də bu günü çoxdan gözləyirəm. Çoxdan gözləyirdim ki, Elnur'un toyu olsun. Mən də gəlin bacıma deyim ki, nə durmusan ayala, oyna yolu toyunda, oyna oyna ayala, oyna yolu toyunda. Nə durmusan ayala, oyna yolu toyunda, oyna oyna ayala, oyna yolu toyunda.
ha